üçün kokteyl hazırlayıram. Birinci nə qatırıq kokteylimizə? Birinci banan. Əlimizdən müğayət olaq. İndi də yoğurt katırıq. Ayağa durar şey deyə bilərsən, boyun çatmayacaq. Yo, dur ayağa. Yoğurtu tərsinə fırlat, ayasın. Oy. Bu bizim xeyirli, vitaminli və uşaqları qəşəng kökəldə biləcək bir yoğurtumuzdur. Proteinli. Sonra nə qatırıq? Sonra bunu Kəsmik. kəsmirik. Götür, kağızla götür. Çevir, düşsün ora. İndi südümüzü götürürük. Birinci az tökürük. Tök. Yaxşı, qoy. Onlar yaxşı blender qarışdırsın deyənə, iri tikələr qalmasın deyənə südü biraz az edirik. Qapağını fırlatmaq lazımdır. Biraz sonra İndi bas. Mama. Baxaq. Baxın, biraz çox qatıdır. Yəni belə bilinir ki, qatıdır. Heç stakana süzülməz yəni. Biraz Ona görə də biz indi ona süd əlavə edirik. Bunu buradan da belə açıb əlavə etmək olar. Bəsdir. Qapağını bağlayarıq. Devam edək. Çok bəsdir. Kokteylimiz hazırdır. Etdi. Bəsdir. Dadına bax. biraz sürdüm. Qoy ora. Qırağa da qoya bilərsən. Oradan düşər. İç bax gör dadı necədir. Əladır. Həm xeyirli, içində məsəl üçün tvaroqu bəzən uşaqlar hələ belə yemir. Onu kokteyl kimi edib uşaqlarınızı içirdə bilərsiniz. Çox dadlı və uşaqların çox sevdiyi. Mənim qızım tvaroqu sevir, amma bəzi uşaqlar sevmir. Hələlik.